Bugün Naxçıvan Muxtar Respublikasında müəllimlərin sertifikasiya imtahanı həyata keçirildi. Və imtahanda əsas düşən mövzular hansılardır? Bunlar haqqında sizə məlumat verəcəm. Baxın, əsasən düşən mövzular həmişəki kimi idraç taksonomiyası mütləq imtahanlarda olur. İkinci, sinifin effektiv idarə olunması, qaydalar, prosedurlar, gözləntilər. Eyni zamanda müəllim-şagird, müəllim-valideyn münasibətlərinə aid həmişə situativ suallar deməli testlərdə, imtahanlarda öz əksini tapır. Bu mövzulardan sualların düşdüyünü bilirəm. Əlavə olaraq da deyəsən ki, üsullarından olmayıb sual. Qiymətləndirmədən, formativ, summativdən mütləq ki, sual düşübdür. Və bir də ən əsası dediyim kimi situasiya sualları, məntiqlə yaza biləcəyiniz situativ suallar. Bizim test bankımızda olduğu kimi əsas situasiya sualları bilirsiniz ki, imtahanda çox düşür. Buna görə də bu situasiyalara diqqət yetirin. Naxçıvanda imtahan çox yaxşı keçibdir, müəllimlərimiz razıdır. İnanıram ki, bütün müəllimlər üçün hər şey ən gözəlindən olar. Uğurlar arzu edirəm hər birinizə.